Bismillahirrahmanirrahim. Əziz qardaşlar, sizə Bismillahirrahmanirrahimdə namazı göstərəcəm inşallah. Yəni, Bismillahirrahmanirrahimi yazırıq. Ona rəsm kimi baxanda 3 rükətlik namaz görsənir. Görək həqiqətən belədirmi? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbi salli alə Muhammed və əl-Muhammed. Bu bismi kəlməsidir. Bismi. Bu kəlmədir qara hərflərlə yazdığım, bu qırmızı ilə yazdığım onun rəsm kimi təfsiridir. Məsələn, bu B hərfidir. Fikir verirsiniz, B hərfi nəyə bənzəyir? Qarşısında möhür olan bir insan və möhür deməyək, deyək, Həzrəti Peyğəmbər namaz qılanda əl boyda həsir olardı, əl boyda. Xurma lifindən hazırı, onu qoyardı yumru, əl boyda həsir. Dururdu qarşısında namazı. Namazın ilk qiyamından sonra rükü gələr, rüküdən sonra qiyam, səcdə, insan oturar, yenə səcdə edər. Fikir versiniz, bir yazmışam buraya, yəni birinci rükət qurtardı. Oturacaq sonra, oturan kimi qurtaracaq. İndi görürsünüz, bismi kəlməsində bir rükət göstərilir ki, namazın bir rükət. Sin hərfinin birinci xəttidir, ikinci xətti, üçüncü xətti. Birinci xətti əyri yazılar, ikinci xətt, üçüncü xəttdən biraz uzun olar. Bu da sükundur, fikir verirsiniz. İndi ikinci rükət incədir. İkinci rükət Allah kəlməsindədir. Fikir verin, Allah kəlməsidir. İkinci rükətə başlayıb. 2. Fatihəni deyir, İxlası deyir. Qunutu tutur. Ya da qunut deməyək, deyək, Allahu Əkbər elədi, əllərin qalxızdır. Sonra rükü edir. Bu rəsm olaraq belədir. Və Allah kəlməsi necədir? Əlif, ləm, təşdid, hə. Görürsünüz, eynidir. Allah kəlməsi ilə namazın rəsmləri eynidir. Amma 1500 ilə yaxında heç kəs görməyib bunu. Yəni, məndən başqa heç kim bunu görməyib. Heç bir kitabda tapa bilmərsiniz. Məqsədim də özümü övmək deyil, yəni həqiqətdir. Fikir verin, bu Ər-Rahman kəlməsidir. Ər-Rahman kəlməsinə rəsm kimi baxsaq, nə demişdik? Demişdik ki, ikinci rükətdə, bax bunu demişdik, ikinci rükətdə demişdik ki, bir insan nə elədi? 2 qiyam, Fatihə, İxlas, qunut ya da Allah-u Əkbər, o Allah kəlməsini demişdik də, rükü elədi. Rüküdən sonra nə gəlir? Qiyam, 2 saniyəlik qiyam. Sonra qiyamdan sonra səcdə, fikir verin, hətta əlin qalxısı və Allah Əkbər deyir, halbuki vəsilədir. Sonra nə edir? Allah Əkbərdən sonra 1 saniyəlik qiyam və səcdə elədi, oturdu, səcdə elədi. Səcdədən sonra qalxanda insan nə edər? Əlin qalxızar, Allah Əkbər edir. Fikir verin, sanki o da görsənir. Səcdə, oturma, səcdə. Səcdədən sonra nə edəcək? İkinci rükət qutaracaq. Bundan sonra oturacaqdır. Oturma görsənməsə də nə edir insan? Qalxır, sözsüz ki, qalxan insan oturub qalxır. Qalxdı, fikir verin, qiyam elədi. Rahman kəlməsində mim hərfinin əleyf məqsurası təsbihat ərbəni dedi. Rükü elədi. Nun hərfi nəyə bənzəyir? Rüküya. Rüküdən sonra 2 saniyəlik qiyam eləməlidir də, düzdürmü? 2 saniyəlik qiyam. Fikir verin, 2 saniyəlik qiyam elədi. Sonra səcdə elədi. Səcdədən sonra oturdu. Oturarkən də Allah Əkbər elədiyi görsənir. Fikir verin, yəni ra hərfinin təşdidi. Və sonra ikinci səcdən edir və sanki bu 2 nöqtədə göstərir ki, burnun və alnın torpağa dəyməlidir. Alın və burun göstərir. Və oturdu. Oturdu, təşəhhüd, salam. 3 dəfə Allah Əkbər deyəcək oturanda.
Bu da ləm əlf kəlməsi ilə, ləm əlf işarəsi ilə, yəni tez keçmə işarəsi ilə görsənir. Yəni 3 rükətlik namaz Bismillahirrahmanirrahimdə açıq şəkildə görsənir. Bunu məsələn deyə bilərsiniz, fərziyyə ola bilər, amma ola bilər ki, həqiqət olsun. Mən onun həqiqət olduğuna inanıram ki, bu Allah Teala bunu Bismillahirrahmanirrahimdə 3 rükətlik namazı bizə göstərib.